Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiya ve mursalin. Seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Və biz dedik ki, sonuncu məsələlərdən biri hamilə və süd verən qadın haqqında danışdıq. Və ümumiyyətlə bu məsələ haqqında xatırlatma eləyək inşallah. Və bu məsələ haqqında alimlərin 4 rəyi var. Onlardan birincisi, bir qism alimlər deyirlər ki, bunlardan sahabələr də buna daxildir. İbn Ömər və İbn Abbas kimi deyirlər ki, hamilə və süd verən qadın iftar edir və hər gün üçün bir nəfəri yedizdirir və qəza etmir. Və bunun dəlilləri barəsində də danışmışdıq. İkinci görüş, birinci görüşün tam əksi olan bir qism alimlər deyirlər ki, ancaq qəza edirlər, fidyə vermirlər. Tutmadığı günlərin əvəzində başqa günlərdə tuturlar və fidyə vermirlər. Yəni xəstənin hökmündədir. Və bunu da Əbu Hanifə və onun əshabı və həmçinin Əbu Savr rahimehullah. Üçüncü görüş İmam Şafi və Əhmədin görüşüdür. Buyururlar ki, həm qəza edir, həm də fidyə verir. Dördüncü görüş isə İmam Məlikin görüşüdür. Və buyurur ki, İmam Məlik rahimehullah hamilə və süd verən qadını ayırıb. Belə ayırıb ki, buyurur ki, hamilə qadın qəza edir, fidyə vermir. Süd verən qadın isə həm qəza verir, həm qəza edir, həm də fidyə verir. Və yaşlı kişi və qadın barəsində də fuqahalar icma ediblər ki, iftar edirlər. Oruç tutmurlar. Lakin üzərlərinə nəyin düşməsi, yaxşı bunlar iftar etsələr də, bunların üzərlərinə düşən nədir? Bu barədə fuqahalar elm əhli ixtilaf ediblər. Yəni bunlar fidyə verirlər yoxsa yox. Birinci görüş odur ki, cumhur alimlər, İmam Şafi, Əhməd, Əbu Hanifə buyururlar ki, cumhur alimlər fidyə verirlər. Fidyələr də nədir? Hər gün üçün bir nəfəri yedizdirirlər. İkinci qism İmam Məlik rahimehullah deyir ki, fidyə yoxdur. Yəni o mənada deyir ki, fidyə vermək vacib deyil demək istəyir İmam Məlik rahimehullah. Fidyə vermək müstəhəbdir. Yəni fidyə nədir? Hər gün üçün bir nəfəri yedizdirmək müstəhəbdir. Lakin racih olan cumhur alimlərin görüşüdür. İftar edib hər gün üçün bir nəfəri yedizdirirlər. Və hər gün üçün şəriətdə deməli miqdar bir mud ölçüsü qədərdir. Yəni 1 kilo və ondan artıq. Yəni o yerdə yaşayan əhalinin yeyib içdiyi şeylərdən. Bəli. Növbəti məsələ şiddətli aclıq və susuzluq halı. Əgər oruç tutan kimsə şiddətli aclıq və susuzluq hiss edərsə, nə etməlidir? Və alimlər buyurur ki, iftar etməsi vacibdir və tutmadığı günün əvəzində də qəza edir. Yəni bir insan şiddətli aclıq və susuzluq hiss edərsə, yəni hansı ki bu şiddətli aclıq və susuzluq onu nə edəcək? Onu həlak edə bilər. Onu həlak edə bilər. Və bu zaman nə edir? Qəza etməsi, iftar etməsi vacibdir və qəza edir. Tutmadığı gün əvəzində. İmam Məlik və Şafi bu görüşdədirlər və İmam Nəvvi rahimehullah özünün məcmu əsərində bu məsələni zikr etmişdir. Və dəlil olaraq Allah Subhanahu wa Ta'ala'nın bu ayəsini qeyd edirlər ki, وَلَا تَقْتُلُوا أَنْفُسَكُمْ إِنَّ اللّٰهَ كَانَ بِكُمْ رَحِيمًا. Özünüzü öldürməyin, Allah Teala sizin üçün rəhimlidir. Yəni Allah Teala rəhimlidir, özünüzü öldürməyin. Və başqa bir ayədə Bəqara surəsinin 195-ci ayəsində buyurur ki, وَلَا تُلْقُوا بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ. Öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Və İmam Nəvvi rahimehullah özünün məcmusunda buyurur ki, bu insanlar xəstəyə qiyas edilir. Xəstəyə qiyas edilir. Və mən kənə minkum məridan əv alə səfərin fəiddətun min əyyamin uxar. Sizdən kim xəstə və ya səfərdə olsanız, tutmadığın günlərin əvəzini başqa günlərdə tutun. Bəli. Növbəti məsələ ikrah halında olan orucu. İkrah halında olan nə deməkdir? Yəni birisi səni iftar etməyə məcbur edərsə. Ümumiyyətlə bu ikrahın da qardaşlar iki halı var.
iki yere bölünür. Birincisi el-ikrahul mulci ve ikincisi ise el-ikrah gayrul mulci. Yani tam ikrah, ağır tehdit. El-ikrah gayrul mulci yani nakis olan ikrah. Nakis olan ikrah. Ve bunlar ne demektir? El-ikrahul mulci insan tam ikrah altında olarsa ve ağır tehdit altında olarsa, ağır tehdit altında olarsa, ölüm və yaxud da bədən üzvünün kəsilməsi və yaxud da ailə üzvü, yəni insanın ailə üzvü ilə təhdid olunması və yaxud da hər hansısa bir yəni təhlükə yaradacaq şeylə təhdid olunması, bu nədir? Bu yəni ikrahul mulci adlanır. Və bu şəriətdə etibar olunan mötəbər ikrah bu deməkdir. Yəni insan orucunu aça bilər, o şeylə təhdid edirlər ki, səni ölümlə və yaxud da bədən üzvünün kəsilməsi ilə və yaxud da ailə üzvünə təhdid olaraq və yaxud da başqa. Yəni əsas odur ki, sənin canına ziyan gələcək və yaxud da sənin irzinə ziyan gələcək şeylərlə, ailənə ziyan gələcək şeylərlə təhdid olunmasıdır. El-ikrah gayrul mulci naqis ikrah, yəni heç bir təhlükə olmayan yüngül şeylərdir. Heç bir təhlükə olmayan yüngül şeylərdir. Məsələn, birisi səni təhdid edir ki, orucunu aç, yoxsa səni vuracağım. Orucunu aç, yoxsa səni döyəcəm. Və yaxud da pulunu əlindən alacağım. Və yaxud da səni həbs eləyərəm. Yəni bu cür şeylər ikrah gayrul mulcidir və bundan ötürü orucu açmaq haramdır. Bundan ötürü orucu açılmır. Oruc nədən ötürü açılır ancaq? Əgər ikrah mulci olarsa, yəni tam ikrah olarsa, o şey ki, sənin canına təhlükədir və s. Bəli. Və oruclu ikrah altında olarsa, iftar etsə heç bir günah qazanmır. Orucu səhihdir. İstər kimsə onu, yəni biri var məsələn, onlar səni məcbur etsinlər, ikrah altında olasan və özün iftar edəsən. Biri də var, onlar özləri zorla səni yedizdirsinlər. Onlar özləri səni zorla yedizdirsinlər. Sənin orucun hər iki halda da səhihdir. Sənin orucun səhihdir. Heç bir qəza yoxdur. Və bu görüşü İmam Şafi və Əhməd və İbn Həzm, Şəvkani və müasirlərdən isə İbn Hüseyn rahimehullah qeyd ediblər. Və dəlil isə Allah Subhanahu və Teala buyurur ki: "İllə men ukriha və qalbuhu mutmainnun bil iman." O kəsdən başqa ki, ikrah altında olub, qəlbi isə yəni imanla dolu olan şəxsdir. İmanla dolu olan şəxsdir. Və İbn Hüseyn rahimehullah buyurur ki, Allah ikrah altında olandan küfür etdikdə hökmü qaldırırsa, min bəbül əvlə bundan başqası üçün qaldırsın. Yəni bu o deməkdir ki, hətta insan ikrah altında olarkən onun küfür etməsi belə Allah Teala onu yəni günah yazmır. Çünki ayə əsasən dedi ki, illə mən ukriha. Yəni ikrah altında olub küfr eləyəndən başqa. Lakin burada şərt nədir? Şərt odur ki, və qalbuhu mutmainnun bil iman. Mütləq onun qəlbi imanla dolu olmalıdır. Mütləq onun qəlbi imanla dolu olmalıdır. Və orucu açarkən də o ikrah altında olarsa, sən deyək ki, birisi səni təhdid etdi və sonra sən o təhdid altında orucunu pozdun və əslində bu oruc pozulması sayılmır. Sənin orucun səhihdir, ikrah altında olduğuna görə. Və səni sərbəst buraxdı. Və sən artıq deyə bilməzsən ki, artıq mən orucumu pozmuşam, gedim məsələn yeyib içim. Xeyr, sənin orucun səhihdir, davam edirsən. Orucun səhihdir və davam edirsən. Və danışdığımız məsələlər hansı məsələdir? Yəni o şəxslərə oruc iftar etməkdə heç bir günah yoxdur. Və onlardan biri də Allah yolunda vuruşandır. Yəni cihad edəndir. İftar etməsi nədir? İcazəlidir. Və bu alimlərin ittifaqı ilə belədir. Hansı ki, Müslimin hədisində Əbu Said radiyallahu anhudan gəlir ki, Rasulullahla sallallahu aleyhi və səlləmlə birlikdə Məkkəyə doğru yola çıxdıq. Diqqətli olaq. Rasulullah sallallahu aleyhi və səlləmlə birlikdə Məkkəyə doğru yola çıxdıq. Bir yerdə dayandıq
və Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, artıq siz düşmənə yaxınlaşmısınız. Artıq siz düşmənə yaxınlaşmısınız. Orucu açmaq sizin üçün daha qüvvətlidir. Bu bir rüxsətdir. Bu bir rüxsətdir. Və deyir ki, radiyallahu anhu, bizdən bəziləri orucu açdıq, bəziləri isə oruclu qaldıq. Və sonra bir yerdən düşərgə saldıq, yəni daha da yaxınlaşanda düşmənə. Və bu dəfə Allah Resulü sallallahu aleyhi və səlləm bizə orucu açmağı əmr etdi. Əmr etdi ki, orucu açaq. Artıq bu rüxsət deyil, əmr idi. Və hamımız iftar etdik. Radiyallahu anhu, Əbu Said radiyallahu anhu bu cür buyurur, Müslimin rəvayət etdiyi hədisdə. Deməli, orucu açmaq olar, əgər Allah yolunda vuruşursansa, yəni cihad döyüş halında orucu açmaqda heç bir bəs yoxdur. Yəni o deməkdir ki, insan düşmənlə qarşılaşacağı zaman nə etməlidir? Qüvvətli olmalıdır. Düşmənlə qarşılaşacağı zaman qüvvətli olmalıdır. Və oruç tutarsa ola bilsin ki, o qüvvət əldən geçsin. Və buna görə də Rasulullah sallallahu aleyhi ve sellem orucu açmağı əmr etdi. Bəli. Və bundan sonra növbəti məsələmiz inşallah giriş edirik, orucu pozan şeylər barəsində olacaq. Orucu pozan şeylər çoxdur. Buyurun Pərvin qardaş, nəsə problemi var? Bəli. Orucu pozan şeylər. Orucu pozan şeylərin ən başında gələn yeyib içməsidir insanın. Və oruclu olaraq insan bilərəkdən yeyib içərsə oruc batil olur. Və deməli Allah Subhanahu wa Taala Bəqərə surəsinin 187-ci ayəsində buyurur ki: "Və kulu veşrabu hatta yetəbəyyənə lekumul xaytul abyadu minel xaytil asvad. Minel xaytil asvadi minel fecr. Thumma atimmus siyame ilel leyl." Allah Teala buyurur ki, yəni sizə ağ sap, qara sapdan bəlli olana qədər yeyib için, yəni fəcrə qədər. Thumma atimmus siyam ilel leyl. Və sonra gecəyə qədər orucunuzu tamamlayın. Və İbn Qudamə rahimehullah buyurur ki, Allah Teala fəcrə qədər yeyib içməyi deyir. Sonra isə saxlamağı, yəni oruç tutmağı və axşama qədər. Bu dəlalət edir ki, insan nədən saxlamalıdır? O yeyib içməkdən insan özünü gecəyə qədər saxlamalıdır. Gecə yəni burada qəsd olunan nədir? Məğribə qədər. Və həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem Buxari Müslimin rəvayət etdiyi hədisdə buyurur ki, Abu Hureyra radiyallahu anh deyir ki, Allah Resulü belə dedi, Rəbbindən rəvayət elədi. Buyurdu ki, yetruku ta'amahu və şərabəhu və şəhvətəhu min əcli. Allah Subhanahu wa Taala insan barəsində buyurur ki, yəni oruç tutan şəxs barəsində yetruku ta'amahu. O neynədir? Yeməyini tərk elədi. Və şərabəhu və içməyini tərk elədi. Və şəhvətəhu və şəhvətini də tərk elədi min əcli. Mənə görə bunları tərk elədi. Deməli, oruclu ikən nə etmək olmaz? Yemək, içmək və yaxınlıq etmək olmaz. Və orucu pozan şeylərdəndir. Və həmçinin İbn Həzm rahimehullah və İbn Qudamə icma nəql edirlər bu barədə. Bəli. Və üzərinə vacib olan insan, yəni kim bilərəkdən yəni yeyib içərsə, dedik ki, nədir? Orucu batil olur. Və üzərinə vacib olan şey nədir? Qəza etmək. Hansı ki, bunu elm əhli deyir və İmam Nəvvi rahimehullah bunu nəql edir ki, yəni qəza edir, lakin kəffarə vacib deyil. Kəffarə vacib deyil. Hansı ki, İmam Şafi və Əhməd, İbn Munzir və İbn Hüseyn rahimehullah deyirlər ki, yəni kəffarə vacib deyil. Qəza etsə kifayət eləyir. Və kəffarənin vacib olmamasına dəlil alimlər buyurur ki, İbn Hüseyn rahimehullah buyurur ki, nususda varid olmayıb. Yəni Quran və sünnədə kəffarə barəsində heç nə yoxdur. Yəni kimsə bilərəkdən yeyib içərsə, o insanın kəffarə verməlidirmi?
nususda bu barədə heç nə varid olmayıb. Və bu varid olmadığı sürəcə əsl olaraq qalır. Əsldə nədir? Əl-əslu bəraətü zimmə. Yəni əsl olan insanın bu şeydən uzaq olmasıdır. Və bəziləri isə necə ki İbn Hüseyn rahimehullah davam eləyir, deyir ki, bəziləri bu məsələni yaxınlıq etməyə qiyas eləyirlər. Məsələn, insan qəsdən yaxınlıq edərsə, indi bunun hökmü gələcək. Yəni nədir? Həm bəzi alimlər buyurur ki, həm qəza eləyir, həm də kəffarə verir. Və bəzi alimlər bunu qiyas eləyiblər. Qəsdən yeyib içməyi də qiyas ediblər ki, nə etməlidir? Həm qəza etməlidir, həm də kəffarə verməlidir. Lakin İbn Hüseyn rahimehullah buyurur ki, bu səhih deyil. Çünki yaxınlıq etmək barədə, cima etmək barəsində xüsusi nas varid olub. Lakin yemək içmək barəsində isə bu barədə bir şey yoxdur şəriətdə. Bəli. Və günün əgər bir şəxs bilərəkdən yeyib içərsə, məlum məsələ ki, orucu pozulur və insan günah daşıyır. Bunun üçün Allaha tövbə etməli və qəzasını tutmalıdır. Günün qalan hissəsini isə yeməkdən uzaq durmalıdır. Və bu alimlər arasında ittifaqdır bu məsələ. Yəni kim qəsdən orucunu pozarsa, heç bir səbəb olmadan yemək içməkdən, hətta iftara qədər yemək içməkdən uzaq durmalıdır. Bu alimlərin ittifaqıdır. Çünki niyə görə? Üzürsüz səbəbdən orucunu iptal etmişdir. Lakin bunun müqabili olaraq bir kəs unudaraq yeyib içərsə, onun üzərinə heç bir şey yoxdur. Və o orucuna davam edir. Lakin burada bir şeyə diqqət etmək lazımdır ki, əgər yadına düşdüyü an o yeyib içməyi dayandırmaq lazımdır. Məsələn, əlində bir stəkan su var, sən unutmuşsan ki, nədir? Oruclusan və suyu içməyə davam edirsən. Və bu içdiyin məqamda yadına düşdü ki, mən orucam. Və o anda əlindən buraxmalısan. Bəli. Və Allah subhanahu wa ta'ala cümhur alimlərə görə nədir? Orucuna davam edir. Heç bir şey yoxdur. Və Abu Hanifə, Şafi və Əhməd rahimehullah bu cür gətirirlər. Və dəlil olaraq Allah subhanahu wa ta'ala buyurur ki, La yukellifullahu nəfsən illə usaha. Allah Teala heç kimə gücü çatmayacaq şey ilə yükləməz. Və Buxari Müslimin rəvayət etdiyi hədisdə Abu Hureyra radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə dedi. Mən nəsiyə və huvə saimun fəəkələ və şəribə fəlyutimmə salməhu. Kim oruclu olduğu halda yeyib içərsə, orucunu tamamlasın. Yəni orucuna heç bir təsir göstərmir. Fə innəmə ət'aməhullahu və səqahu. Və onu Allah Teala yedirib içirmişdir. Onu Allah yedirib içirmişdir. Və İmam Nəvvi rahimehullah deyir ki, bu dəlildir ki, unudaraq yemək, içmək və yaxınlıq etmək oruca təsir etməz. Fikir verin. Yəni İmam Nəvvi rahimehullah üçüncü bir qismi də. Yəni indi bu məsələ gələcək inşallah. Yəni insan neynəsə unudaraq yaxınlıq etsə belə onun üçün orucuna təsir etmir. Lakin burada alimlər bəzi ixtilaflar zikr ediblər. Bəli. Və növbəti məsələ insanın ixtiyarsız şəkildə boğazına bir şeyin daxil olması. Məsələn, elə bir yerdəsən ki, orada yəni şiddətli toz var. Və bu tozdan sən ixtiyarsız şəkildə boğazına daxil olur. Və deməli İbn Munzir rahimehullah, İbn Həzm və İbn Qudamə və İmam Nəvvi rahimehullah icma nəql edirlər ki, oruclunun orucuna heç bir təsir göstərmir. İxtiyarsız şəkildə boğaza bir şey daxil olarsa, orucu pozulmur və davam edilir. Bəli. Ağız suyunun orucu pozması barəsində. Ağız suyu dedikdə ağzın daxilində olan o tüpürcək nəzərdə tutulur və bu oruca heç bir təsir göstərmir. Və İbn Həzm rahimehullah Məratibul İcma kitabında buyurur ki, alimlər icma ediblər ki, ağızdan o su çıxmadıqca udulmasında heç bir işgal yoxdur. Yəni insan ağzından çıxardarsa
və sonra onu udarsa, bu zaman orucu pozur. Lakin ağızda olduğu müddətcə onu udmaq oruca heç bir təsir göstərmir. Bəzən görürsən ki, yəni bəzən görürsünüz ki, bəzi insanlar İslam'a, yəni namaz qılma, ibadətlərə təzə başlamış insan bundan xəbərsiz olur. Hətta o dərəcədə diqqət edir ki, ağzında 1 qram su qalmayana qədər bunu ixrac edir, yəni tüpürür. Və bu həddi aşmaqdır, belə şeylərə ehtiyac yoxdur. Yəni Allah Taala elhamdülillah bu şeyləri insanlara bağışlayıb. Yəni burada heç bir problem yoxdur. Necə ki alimlər icma nəql edirlər. İbn Həzm və İmam Nəvvi rahimehullah. Yəni buradakı ağızdan çıxmaq, məsələn, o həmən suyun dodaqlara və yaxud da ki əlin içinə qoyub yenidən udarsansa, o zaman ağızdan çıxdığı müddətdə orucu batil etmir. Çıxdısa, artıq o orucu batil edən şeylərdən sayılır. Dişlərin arasında qalıq, yəni məsələn insan ola bilsin ki, yemək yeyib və o sahurda yediyi yeməkdən dişlərin arasında hər hansısa bir qalıq qalıb. Və bu alimlər buyurur ki, əgər çox xırda olarsa, az miqdarda olarsa ki, hətta heç nə sayılsın, yəni bu olarsa və tüpürcəklə bərabər udularsa, orucu pozmaz. Hansı ki, bu barədə də İbn Munzir və İbn Qudamə rahimehullah icma nəql ediblər. Lakin çıxartması mümkün olan şeylərdəndirsə, yəni elə bir şeydir ki, yəni müəyyən bir şey ola bilər, dişin arasına girmiş. Yəni elə bir şeydir ki, bunu sən çıxardıb ata bilirsən, xaric eləyə bilərsən və iridir. Və bu zaman nə edirsən? Onu xaric etmək vacibdir və onun udulması orucu pozur. Necə ki, İmam Şafi və Əhməd və İmam Malik və həmçinin İmam Nəvvi rahimehullah qeyd ediblər. Yaxşı, dişin arasında qalan elə bir şey ola bilər ki, yəni dişin arasında bizdə ki, yemək və dişin arasında qalan o şeylər dedik ki, yemək vasitəsilə, yəni yemək ola bilsin ki, təsir etsin. Yəni yemək daxil olarsa orucu pozsun. Bəs yaxşı, elə şeylər var ki, o şeylər yeyib içilmir adətən. O şeylər adətən yeyib içilmir, lakin dişin arasında qalır. Və o şeylər udularsa, o zaman oruca təsir göstərirmi? Və barakallahu fikum, alimlər qeyd edir ki, ittifaqla hətta yeyilməyən şeylər olsa belə dişin arasından çıxarılıb udularsa orucu batil edir. Və bunu alimlər ittifaq ediblər. Hətta yeyilib içilən şeylərdən olmasa belə. Necə ki, İbn Əbi Şeybə İbn Abbasdan radiyallahu anhumədən gətirir ki, "Əl-fitru mimmə dəxalə və leysə mimmə xaraca." Yəni iftar nə ilə olur? Daxil olan şeylərlə, xaric olan şeylərlə yox. İftar daxil olan şeylərlə olur, xaric olan şeylərlə yox. Yaxşı, bu xaric olan şeylərlə iftar olmur, pozulmur. Burada nədir istisna? Kim deyər? İstisna. Bəli. Yox, xaric olan, xaric. Daxil olan yox. Necə? Qəsdən qusturmaq, Əhsəntum. Yəni qəsdən bədənin çıxmağı. qəsdən qusarsa, insan qaytararsa məsəl üçün, yəni bədəndən çıxan bəli, yəni insan qəsdən qusarsa bu isə istisnadır və bəzi istisna şeylər var ki, bədəndən çıxan şeylər, bəzi şeylər orucu poza bilir. Bəli. Və İmam Kəsən rahimehullah da buyurur ki, hətta bu yeyib içilən şeylərdən olmasa belə orucu batil eləyir.
Niyə görə? Çünki artıq o yemək sayılır. Nə olursa olsun ağızdan gedirsə o yemək sayılır. Baxılmır o qidalandırıcıdır və yaxud da deyil. Bəli. Və növbəti məsələ yəni insan xəstələndiyi zaman, yəni oruc əsnasında xəstələnib, deyək ki, burundan axan su, burun ifrazı, yəni o beyindən gələn o ifrazat və yaxud da ki, insanın o qatı maye şəklində olan bəlğəm deyirlər ona. Yəni onun udması orucu batil edirmi? Və alimlər buyurur ki, ittifaqla əgər ağıza çatmayıbsa, diqqətli olaq, bu tüpürcək kimi deyil, ağız suyu kimi deyil bu. Əgər bu şey ağıza çatmayıbsa, orucu pozmur, ittifaqla. Çünki əgər o ağıza çatdısa əgər, onu udmağın nə olur? Əks olaraq, udmağın orucu pozur. Lakin burada da əgər ağıza çatsa, alimlər bu barədə ixtilaf ediblər. Bəzi alimlər deyirlər ki, orucu pozur. Məsələn, insanın burnundan gələn o selik, yəni ağzına aparsa və yaxud da ki, o bəlğəm boğazda olan, yəni o çirk ağıza gələrsə, deməli, bəzi bir qrup alimlər deyirlər ki, orucu pozmur. Yəni, bunlardan da deməli, Əbu Hanifə, Məlik və Şəfi və Əhməd bir rəvayətdə və müasirlərdən İbn Hüseyn rahimehullah buyurur ki, yəni bu şeyi udmaq orucu pozmur. Lakin ağızdan çıxarması daha əfsəldir. Və bu şeyi alimlər nəyə qiyas ediblər? Pozmur dedikdə ağız suyuna qiyas ediblər. İkinci qism alimlər isə deyirlər ki, qardaşlar, bu şeylər orucu pozur. Və bunlardan da İmam Şəfi və Əhməd və Məlik, lakin İmam Məlikin ən etibarlı görüşü birinci görüşdür ki, pozmur. Və müasirlərdən isə İbn Baz rahimehullah. Allah Teala ələm, ağıza gəlməsinə ehtiyat etmək lazımdır. Və gəldisə çıxarmaq lazımdır. Çıxarmaq ən əfzəldir, çünki haqqında ixtilaf ediblər alimlər ki, bu şey orucu pozur yoxsa yox. Və növbəti məsələ siqaret çəkmək. Və bu şeydən ümumiyyətlə Allaha sığınırıq. Siqaret çəkmək alimlər ittifaq ediblər ki, orucu batil eləyir. Və fikir versəz, bəzi ərəb zonalarında buna siqareti çəkməyə içmək deyirlər. Şurb deyirlər. Şurbu duxan. Yəni o dumanı içmək. Necə ki o həmçinin türklərdə də bu cürdür ki, siqara içmək deyirlər. Və bu da alimlər o məsələyə salır ki, yeyib içmək məsələlərdəndir. Və siqaret çəkmək də orucu pozur, heç bir ixtilaf yoxdur bu barədə. Və ümumiyyətlə müsəlman bu şeylərdən uzaq olmalıdır, qardaşlar. Allaha sığınırıq. Və ümumiyyətlə müsəlman bu şeylərdən uzaq olmalıdır, qardaşlar. Və Allaha sığınırıq o şeylərdən ki, yəni siqaret çəkmək haramdır. Siqaret çəkmək haramdır. Və bunu yəni buna olan dəlillər həm istər vaqiə ilə olsun, istər şəri dəlillərlə olsun, siqaretin haramlığına yəni nə qədər dəlil saymaq olar. Hansı ki, bəzi insanlar çıxır, görürsən ki, deyirlər ki, siqaret çəkmək məkruhdur və yaxud da Allaha sığınırıq, bəziləri deyir, mübahdır. Nəuzu billah. Siz hansısa səhabə, siz hansısa salih birisini təsəvvür edə bilərsinizmi? Gəlmişsiniz fətva soruşmağa, adam əlində siqaret tüstülədə sənə Allahın dinini başa salır. Nəuzu billah. Belə bir şey ola bilərmi? Və Allah Subhanahu wa Taala Quran-ı Kərimdə deyir ki, özünüzü öldürməyin, öz əlinizlə təhlükəyə atmayın. Və bu malın israfıdır, canın israfıdır, bədənin israfıdır, sağlamlığın israfıdır. Və istənilən, yəni o, Allaha sığınırıq onlardan, istənilən o qutusunun üzərində görürsünüz ki, özləri də təsdiq edirlər ki, sağlamlığa ziyandır, zərər vurur. Və bununla müsəlman insan əxlaqına ola bilərmi? Və həmçinin şeyximiz Şeyx Məşhur
Hafizahullah. Bu şeyin, yəni həqiqətən də insan ağlı ilə dərk eləməsi üçün bəzi yollarını izah edir ki, baxın, siqaretin şəriətlə elə haram olmasını siz isbat edəcəksiniz. Baxın, bir insan siqaret məsələn mübah olan şeylərdəndir, təmiz şeylərdəndir, yoxsa murdar olan şeylərdəndir. Elə təsəvvür edin ki, bir insan məsciddə o əməl edə bilərmi? Məsələn, məsciddə otursun, yandırsın, məsciddə çəksin. Eləyə bilərmi? Xeyr, eləyə bilməz. Kim cürət edib buna deyə bilər ki, hə, məsciddə çəkmək olar? Bunun əksi olaraq, üzr istəyirəm ifadəmə görə, təharətdə onu eləyənlər varmı? Əlbəttə. Subhanallah. Deməli, bu özü dəlalət edir ki, bu şey xəbis şeylərdəndir. Təmiz şeylərdən deyil. Həmçinin müsəlmanın hansı bir əxlaqında görmüşük ki, yəni yeyib içmək əxlaqında Peyğəmbər sallallahu aleyhi və səlləm bizə nə öyrədib? Sağ əllə başlamaq, bismillah demək, qurtardıqdan sonra əlhamdülillah demək. Bu özü dəlalət edir ki, sənin yeyib içdiyin şeylər o şeylə, o zikirdən başlayıb bitirdiyin müddətcə nədir? Təmiz olan şeylərdir. İndi deyin mənə, bir nəfər təsəvvür edə bilərsinizmi siqaretə başlayanda bismillah desin? Bitirdikdə elhamdülillah desin. Mümkündürmü bu? Mümkün deyil. Deməli nədir? Xəbis olan şeylərdəndir. Və bu şeylərdən Allaha sığınırıq. Müsəlmanların əxlaqından deyil bu şeylər. Və kimlər də buna mübtəla olubsa, Allah Teala onlara hidayət versin. Və orucu batıl edən, şübhəsiz orucu batıl edən şeylərdəndir. Və bir insan, hətta alimlər deyir ki, fikir verin, bir insana Allah Resulü sallallahu aleyhi və səlləm halal, əsli halal olan şeylərdən yeyib içib, əsli halal olan şeylərdən yeyib məscidə gəlməyi qadağan edib. Məsələn, sizdən kim soğan və ya sarımsaq yeyərsə bizim namazgahımıza yaxınlaşmasın deyir. Sallallahu aleyhi və səlləm. Əgər soğan və sarımsaq yemirsənsə getmə qardaş. Cəmaata əziyyət vermə. Vallahi bu şeylərə fikir vermək lazımdır. Gedir məscidə görürsən ki, adam deyə bilməsə də insan necə gəldi namazı necə qılırsan heç təsəvvür edə bilmirsən. O sən namazdan o xuşu götürdünmü, savab götürdü, götürmədin. Bütün fikrin orada qalır. Səni narahat eləyir, iyisi. İndi bax ki, əsli halal olan şeylərdə Allah Rasulü çəkindirib. Vay o gündən insan siqaret çəkib məscidə gəlir, subhanallah. Necə dayanmaq olur onun yanında? O nəfəsindən o iyi gəlir. Ona görə müsəlman belə şeylərə diqqət etməlidir. Diqqət etməlidir. Haram olan şeylərdəndir, subhanallah. Başqa müsəlmanlara əziyyət vermək olmaz. Hətta namazda ikən Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, sizdən birinin səsini qardaşının səsinin üstünə qaldırmasın. Yəni sən oxuyursan, Elhamdülillahi Rabbil Alemin, Errahmanirrahim, yəni qiraət edirsən. Səsini o dərəcədə qaldırma ki, sənin yanında olan nə oxudu bilmir. Və bu şeylərə, bu ədəb qaydalarına diqqət etmək lazımdır. İnsan namazda ayaqlarının duruşu ilə, bədəninin duruşu ilə, səhvdə mövqeyinin yeri ilə və yaxud da yəni haqqa girmək təkcə elə təsəvvür edilməsin ki, birini təhqir eləmək, döymək və yaxud da söymək açıq şəkildədir. Xeyr, insan bəzən ummadığı yerdən də insanların haqqına girə bilər. Məsələn, görürsən ki, Allah hidayət versin, siqaret çəkib məscidə gəlir. Mələk yaxınlaşmırsa, sən soğan, sarımsaq, əsli halal olan şeyləri yeyib, əgər namazı durmursansa, siqaretin insan yaxınlaşa bilmir sənə. O siqaretin iyisindən necə yaxınlaşsın, yaxşı? O şeylərə ona görə diqqət etmək lazımdır, barakallahu fikum. Və hətta insan gələk ar etsin ki, bəzən görsən ki, gəlir səndən fətva almaq, soruşur ki, siqaret çəkmək orucu pozur. Qardaş, bu sualı soruşmaq olmaz, ədəb babından. Allahdan həya etmək lazımdır. Birisi təsəvvürlə gəlir sənə soruşur ki, qardaş, içki içmək orucu pozur. Bu sualdır mı, subhanallah? Müsəlman içki içərmi? İndi bunun müqabili olaraq müsəlman siqaret çəkərmi? İslam əxlaqından deyil. Ona görə də Allaha çoxlu tövbə etmək lazımdır. Və kimlərsə buna mübtəla olubsa, canını qutara bilmirsə, Allaha çoxlu istiğfar eləsin. Və bunun yollarından, vasitələrindən yapışsın ki,
o bəladan qurtula bilsin. Həqiqətən Allahdan bəladır vallahi. Nəinki o insanlara əziyyət verir. Hətta baxırsan ki, sən təsəvvür edirsən ki, sənlə namazda 5 dəqiqə, 10 dəqiqə bir yerdədir, iyidən dayana bilmirsən. Təsəvvür edin, bu insan qayıdır öz ailəsinə, bu insan qayıdır öz uşağının yanına, o uşaq necə səbr eləyir? O yoldaşı, o zövcəsi görürsən, onu necə səbr eləyir, subhanallah. Ona görə də Allahdan bəladır. Birinci növbədə çoxlu Allaha dua eləmək lazımdır. Ya Rabbi, bu şeydən məni xilas elə. Və kimlər ki buna mübtəla olursa Allahdan hidayət diləyirik. Doğrusunu Allah bilir. Növbəti məsələ günəşin batdığını zənn edən və zənn edib iftar edən şəxs barəsindədir. Və insan ola bilsin ki, deməli günəşin batdığını zənn edir və heç bir vasitə yoxdur yanında və iftar edir. Elə zənn edir ki, artıq nədir? Günəş batıb və yəni bu niyə görə olur adətən? Hansısa bir dumanlı gündə və yaxud da ki, bulud, əgər günəşin buludlu günü olarsa, günəş görsənmir və zənn edib və bununla da iftar edilir. Və sonra ona bəyan olur ki, və diqqət eləyək, sonra ona bəyan olur ki, əslində günəş batmayıb. Və həmçinin bu aiddir sübh namazına da. Məsələn, insan yeyir, içir, sahur eləyir və yanında heç bir vasitə yoxdur, bilmir ki, artıq sübh namazı girib yoxsa yox və yeməyə davam eləyir. Xəbərsiz ola bilər, eşitməyə bilər, aydındır? Və yaxud da vasitə olub diqqət eləməyə bilər. Və bu insanlara qəza varmı? Qəza etməlidirlərmi? Orucları səhihdir, yoxsa qəza etməlidirlərmi? Və bu barədə də alimlər ixtilaf ediblər. Və 4 məzhəb İmam Malik və Abu Hanifə və Şafi və Əhməd ittifaq ediblər ki, bu insan qəza edir. Bu insan qəza edir və onun orucu batildir. Onun orucu batildir. Və Allah Subhanahu wa Taala buyurur ki: "Thumma atimmus siyama ila'l-leyl." Sonra gecəyə qədər orucunu davam etsin, tamamlasın. Və bu dəlalət edir ki, vaxta isabət etmək mütləqdir. Sən zənn üzərində iftar edə bilməzsən. Sən zənn üzərində iftar edə bilməzsən. Və ikinci qism alimlər buyurur ki, insan qəza etmir və orucu səhihdir. Hansı ki, İbn Abdülbar və İbn Teymiyyə və İbn Hüseyn rahimehullah. Və bu məsələni nədən görürlər? Bu məsələni xətadan görürlər. Və buyururlar ki, Allah Subhanahu wa Taala buyurur ki, Rabbana la tu'akhidna in nesina aw akhtana. Rəbbimiz unutsaq və ya xəta etsək bizi cəzalandırma. Və İbn Qayyim rahimehullah buyurur ki, Allah Taala qulun üzərinə xətaları bağışlayıb. Və bu nə deməkdir? O, yəni bu məsələni xətadan görür. Və hədis zikr olunur ki, Buxarinin hədisidir. Əsma bint Əbu Bakırdan gəlir ki, Əftarna alə ahdin Nəbi sallallahu aleyhi və səlləm fi yevmi qaymin thumma tala'atiş şəms. Və buyurur ki, biz deyir Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında neynədik? Buludlu bir gündə iftar etdik. Yəni günəşin batmasını görmədik, ictihad etdik. Və sonra günəş çıxdı. Və burada ixtilaf olunan məsələlərdən biri, yəni ixtilaf burada nəyə görə düşüb? Bəzi qism alimlər bunu gətirirlər, bu hədisi. Deyirlər ki, baxın, ثُمَّ طَلَعَتِ الشَّمْسِ. Biz iftar etdik, sonra günəş çıxdı. İbn Hüseyn rahimehullah deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm əmr eləməyib ki, o sahabələrə, yaxşı, elə ki siz günəşi gördünüz, qəza edin. Bu qəzanı əmr etməyib, yoxdur. Lakin İmam Buxari rahimehullahdan soruşulanda, İmam Buxari rahimehullah deyəndə ki, yəni onların orucu batil oldu mu? Buyurur ki, necə də olmasın. Necə də olmasın. Yəni insan əgər zənni ilə bu yəni ictihad edərsə və bu zənnlə orucunu açarsa və sonra günəşi görərsə, onun orucu batildir. Və doğrusunu Allah bilir. Hər bir halda əgər insan deməli zənn edərsə günəşin batdığını
və yaxud da ki, sübh namazında fəcrin vaxtın girməsini zənn edərsə, girməsinə xəbəri olmazsa, bu şəkildə yeyib içməyə davam edərsə, onun orucu batildir və tutmadığı günün əvəzində bir gün tutmalıdır. Və həmin günü də iftar vaxtına qədər yemək içməkdən imtina etməlidir. Bəli. Və fəcirdən dedi ki, sonra xata edib sahur edən də onun kimidir? Deməli, nə etməlidir? Yəni, tutmadığı gün əvəzində bir gün qaytarmalıdır. Və növbəti məsələ və bu məsələnin haqqında inşallah geniş danışacağıq və diqqətli olaq inşallah. Və fiqhi məsələdə bu məsələ geniş izah olunubdur. Ramazanda deməli, yaxınlıq etmək barəsindədir. Oruclu olduğu halda yaxınlıq etmək barəsində. Ümumiyyətlə, iftar vaxtlarında, yadınızda saxlayın ki, barakallahu fikum, yəni iftar vaxtları hansı vaxtlardır? Məğrib girəndən fəcrə qədər. Bu müddət ərzində yaxınlıq etmək, cima etmək halaldır. Allah Subhanahu wa Taala Bəqara surəsinin 187-ci ayəsində buyurur ki: "Uhillə lekum leyletas-siyamir rafathu ila nisaikum. Hunna libasun lekum ve entum libasun lahum. Alimallahu ennekum kuntum tahtanuna enfusakum, fetaba aleykum ve afa ankum. Fəl'ənə bəşiruhunna vəbtəğu mə kətəbəllahu ləkum." Allah Teala buyurur ki, oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün libas, siz də onlar üçün libassınız. Allah sizin özünüzə, yəni xəyanət etmək bu barədə ki, yəni yaxınlıq edirsiniz və bunu Allah Teala bilir və tövbənizi qəbul edib sizi bağışladı. Çünki əvvəl hökm nə idi? Etmək olmazdı. Ramazan boyunca 30 gün etmək olmazdı. Və Allah Subhanahu wa Taala bilirdi ki, yəni insanlar bunu bacarmayacaqlar. Və Rəbbimiz Subhanahu wa Taala sonra bu ayəni nazil etdi. Artıq və sonra buyurur ki, artıq onlara yaxınlaşın, yəni qadınlarınıza və Allahın sizin üçün əzəldən təqdir etdiyini istəyin. Və bu ona dəlalət edir ki, Ramazanda iftar vaxtından sahura qədər, gecə vaxtında, yəni yaxınlıq etməkdə heç bir problem yoxdur. Əsas burada məsələ hansı məsələdir? Gündüzləri yaxınlıq etmək məsələsi. Və burada da məsələ iki yerə ayrılır. Yəni, bilərəkdən etmək və bilməyərəkdən etmək. Birinci məsələni götürək ki, kim gündüzləri bilərəkdən yaxınlıq edərsə və Buxari Müslimin Əbu Hureyra radiyallahu anhudan rivayet etdiyi hədis var. Buyurur ki, bir nəfər Allah Resulü sallallahu aleyhi və səlləmin yanına gəlir və deyir ki, hələktu, həlak oldum ey Allahın Resulü. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm soruşur ki, nə oldu, niyə görə? Buyurur ki, mən deyir, orucluyken yaxınlıq etdim. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, azad etməyə bir qul varmı? Yəni, qul azad edə bilərsən. Bu, həmin şeyin kəffarəsi olaraq. Buyurur ki, xeyr. Buyurur ki, Rasulullah, 2 ay ardıcıl oruç tuta bilərsən? Buyurur ki, xeyr, gücüm çatmaz. Rasulullah buyurur ki, 60 yoxsulu yedizdirə bilərsən? Buyurur ki, xeyr, imkanım yoxdur. Və Allah Resulü sallallahu aleyhi və səlləmə xurma dolusu zəmbil gətirirlər və sallallahu aleyhi və səlləm buyurur ki, apar bunu yoxsullara payla, imkansızlara payla. Və kişi deyir ki, Allaha and olsun ki, burada məndən yoxsulu yoxdur. Sonra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem azı dişləri görünənə qədər güldü. Və dedi ki, elə isə bunu ailənə yedizdir. Bu əsas, bu hədisdir ki, bu məsələyə ən çox dəlil gətirilən məsələlərdəndir. Yəni hədislərdəndir. Oruclu halda, qardaşlar, yaxınlıq etmək haramdır. Bu alimlər bu barədə həmçinin icma ediblər. İbn Munzir və İbn Həzim, İbn Qutəmə və İbn Şeyxülislam İbn Teymiyyə rahimehullah icma nəql edirlər.
Və kim oruclu olduğu halda bilərəkdən yaxınlıq edərsə, onun üzərinə alimlər deyirlər ki, iki şey düşür. Birinci məsələ kəffarə verməkdir. Və bu kəffarəsi barəsində alimlər ittifaq ediblər. Hansı ki, bayaq zikr etdiyimiz hədisə görə. Allah Resulü sallallahu aleyhi ve sellem nə dedi? Dedi ki, qulun var, azad etməyə dedi, yox. Dedi, 2 ay ardıcıl oruç tuta bilərsən? Dedi, yox. Sonra dedi ki, 60 nəfəri yedizdə bilərsən? Dedi, yox. Bu nəyə dəlalət edir? Yəni, kim bunu edərsə, bilərəkdən yaxınlıq edərsə, kəffarə verməsi vacibdir. Və bəzi alimlər bu kəffarənin tərtibli olub olmamasında ixtilaf ediblər. Yəni, tərtibli olub olmaması nə deməkdir? Allah Resulü sallallahu aleyhi ve sellem nə dedi? Dedi ki, birinci, qul azad et. Bu bir. İkincisi, 2 ay oruç tutmaq. Üçüncüsü, 60 nəfəri yedizdirmək. Yaxşı, bu tərtiblə olması vacibdir, yoxsa insan bunların istədiyini seçə bilər? Ya 60 gün oruç və yaxud da 60 nəfəri yedizdirmək. Cumhur fuqahalar, barakallahu fikum, cumhur fuqaha qeyd edir ki, tərtib vacibdir. Yəni, əvvəlcə qula baxırsan, qul varsa azad edirsən, o zaman üzərindən digərləri düşür. Yox, əgər qul yoxdursa, o zaman 60 gün oruç tutursan, əgər buna qadir deyilsənsə 60 nəfəri yedizdirirsən. Bu tərtibat vacibdir. Necə ki, İmam Şafi və Əhməd və Abu Hanifə və Səvri, Sufyan Səvri, yəni cumhur fuqahalar bu görüşdədirlər. Lakin İmam Məlik rahimehullah isə deyir ki, nədir? Yəni seçə bilər. Bunlardan birini istədiyini seçə bilər. Lakin Vallahu Teala ələm, yəni haqqa yaxın odur ki, tərtib olmalıdır. Tərtib də necədir? 2 ay ardıcıl oruç tutmalısan. Mütətəbi'in. Yəni bu oruc 2 ay ardıcıl olmalıdır, qardaşlar. Əgər, yəni bu əslində şəriətdə nə adlanır? Ağır cəzalardan adlanır. Ağırlıq var. Çünki bunda yəni insan bu oruclu halına ehtiram etməsi üçündür. Bundan çəkinməsi üçündür. Tamam. Və 2 ay oruç tutmaqda hətta bunda belə. Sən əgər o 2 ay oruç tutacaqsınsa, davamlı şəkildə olmalıdır. Məsələn, bir insan fikirləşin, deyək ki, 50 gün oruç tutdu, ardıcıl və 1 gün buraxdı. 60 gün təzədən tutmalıdır. 60 gün təzədən tutmalıdır. Bəli. Mütləq mütətəbi'in, yəni bir-birinin ardınca olmalıdır bu 60 gün oruç tutmağa. Və ikinci məsələ isə kim bilərəkdən yaxınlıq edərsə qəza etməlidir. Hansı ki, yəni bundan əlavə, deyək ki, bir nəfər bilərəkdən yaxınlıq etdi və o nə etməlidir? Kəffarə ödəməlidir ittifaqla. Kəffarə ödəməlidir ittifaqla. Bu saydığımız 3 məsələdən. Və həmçinin bundan əlavə, yəni bu da şübhəsizdir, həmin günün əvəzini başqa günlərdə qaytarmalıdır. Hansı ki, orucunu pozduğu o günün qəzasını mütləq tutmalıdır. Və bu da alimlər arasında ittifaqdır yəni. Yəni sən əgər orucunu pozarsansa nə etməlisən? Həmin günün əvəzində bir gün tutmalısan. O 60 günün orucundan əlavə. Yəni kimsə desə ki, məsələn 60 gündür, o gün də içərisində daxildirmi? Xeyr. Yəni o gün əlavədir. Qəza olaraq. Bəli. Yaxşı, biz dedik ki, yaxınlıq edərsə qadına, yəni kişiyə vacibdir. Hansı ki, Allah Resulü sallallahu aleyhi ve sellem yanına kişi gəlmişdi, sahabə. Yaxşı, qadına kəffarə düşürmü? Qadın əgər öz xoşuna edərsə, razılığı ilə edərsə, bəli, kişiyə aid olan hökm qadına da aiddir. O da həmçinin o 3 məsələdən birini kəffarə verməlidir və qəza etməlidir həmin gün əvəzinə. Əgər qadın ikrah altında olarsa, istəmədən sadəcə öz yoldaşına, ərinə
itaət məqsədi ilə bunu edərsə, və burada da alimlər ixtilaf ediblər. Cumhur alimlərə görə Əbu Hanifə, Malik və Əhməd və İmam Nəvvi rahimehullah bildiriblər ki, həmin insana nədir? Qadına da həmçinin hətta ikrah altında olsa belə, ərinə itaətdən etsə belə qəza və kəffarə düşür. Və İbn Qudamə rahimehullah buyurur ki, qəza edir. Çünki üzürsüz pozulub. Yəni heç bir üzür olmadan. Yəni buradan o çıxır ki, qardaşlar, qadın itaət etməməlidir. Qadın yəni nə etməlidir? Xatırlatmalıdır ki, Ramazan ayıdır. Bəli. Lakin İmam Şafi rahimehullah deyir ki, qadına kəffarə ödəmək vacib deyil. Və bunu da niyə görə deyir? Kərahət altında olduğuna görə. Yəni ikrah altında olduğuna görə. Və daha doğrusunu Allah bilir, hətta bu halda oldusa belə, yəni racih görüş odur ki, iki tərəf də həm qəza və kəffarə ödəməlidir. Bəli. Və kəffarəsi isə, qadının kəffarəsi əslən kişiyə qiyas olunur. Çünki dedik ki, şəriətdə kişinin hökmləri qadınla birdir. Ta ki, əksini göstərəcək dəlil varid olmadıqca, ortaya qoyulmadıqca. Yəni şəriətdə gəlmədiksə ki, bu hökm qadına aiddir, bu kişiyə aiddir. Yəni bunu şəriət ayırmadıqca nədir? Kişi ilə qadının bütün məsələlərdə kəffarələri, onların cəzaları və yaxud da üzərinə düşənlər hamısı eynidir. Ta ki onlara ayrıca nas varid olmadıqca. Və unudaraq əgər yaxınlıq olarsa, və biz qeyd elədik ki, əgər bilərəkdən yaxınlıq olarsa, bu kəffarələri də, qəzaları da qeyd etdik. Əgər unudaraq yaxınlıq olarsa, o insanın, qardaşlar, orucu səhihdir. Oruclu olduğunu unudaraq yaxınlıq edərsə, orucu səhihdir. Və bunu İmam Əbu Hanifə və Şafi və həmçinin İbn Munzir rahimehullah nəql edir ki, Mücahid, Hasan el-Basri, Sufyan el-Səvri, İmam Şafi'i, İshaq ibn Rahaveyh və Əbu Səvr bu alimlərdən nəql edir ki, kim unudaraq cinsi əlaqədə olarsa, onun orucu səhihdir. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah özünün Məcmu Fətavasında 3 görüş nəql edir. Onlardan birincisi deyir ki, Şeyxülislam nə qəza var, nə də kəffarə. Hansı ki, İmam Şafi və Əbu Hanifə və çox alimlər bunu nəql edib. İkinci görüş, qəza edir kəffarəsiz. Necə İmam Malik bu barədə bildirir. Üçüncü görüş isə qəza və kəffarə bir yerdə. Necə İmam Əhməd bu görüşü mənimsəyib və sonra buyurur ki, Şeyxülislam İbn Teymiyyə vəl-əvvəl əzhər. Yəni birinci olan daha haqqa yaxındır. Yəni birinci olan nə deməkdir? Nə kəffarə var, nə də ki qəza. Əgər kim unudaraq yaxınlıq edərsə, heç bir tərəfin üzərinə nə kəffarə, nə də qəza tutmur və nə etməlidir? Orucuna davam etməlidir. Və İmam İbn Qayyim rahimehullah və Sənəani və Şəvkani müasirlərdən isə İbn Hüseymin rahimehullah və Buxari Müslimin rəvayət etdiyi bir hədisə istinadən bu görüşdədirlər. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, mən əkələ nəsiyən və huvə saimun fəliyutimmə savməhu fə innəmə ət'aməhullahu və səqahu. Və kim unudaraq, oruclu olduğunu unudaraq yeyib içərsə, orucunu tamamlasın. Allah Teala onu yedizdirmiş və içizdirmişdir. Və bunu da qiyas edirlər ki, nədir? Yəni qiyas edirlər ki, yaxınlıq da buna aiddir. Və Sənəani rahimehullah buyurur ki, iftar burada ümumidir. Və bunun içərisinə yaxınlıq etmək də daxildir. Necə ki, Subul Səlam əsərində bunu qeyd edir. Və həmçinin deməli İmam Nəvvi rahimehullah deyir ki, Müslimin şərhində bu hədisi şərh edərkən, hansı ki bir nəfər gəlir Allah Rasuluna deyir ki, hələktu ya Rasulallah. Yəni həlak olum ya Allah Rasulu. Və buradakı İmam Nəvvi rahimehullah deyir ki, hələktu işlənməsi, yəni həlak oldum ey Allah Rasulu, bu o deməkdir ki, həmin sahabə bilərəkdən etmişdi.
bilərəkdən etmişdi. Və sonra İmam Nəvavi rahimehullah buyurur ki, kim unudaraq edərsə onun üzərinə heç bir günah yoxdur. Və doğrusunu Allah bilir. Elhamdülillahi Rabbil alemin.